Səhər yuxudan durub ilk addım atırsan və birdən ayağında iynə batırmış kimi ağrı hissi yaranır. Bir neçə addımdan sonra azalır, amma gün boyu səni izləyirsə, bu daban şporunun ilk siqnalıdır. Daban şporu daban sümüyünün altında əmələ gələn kiçik sümük çıxıntısıdır. Gözlə görünməz olsa da ağrısı çox aydın hiss olunan və dözülməz olur. Burada əsas problem sümük yox, daban altındakı toxumadır. Nadir hallarda kişilərdə ən çox qadınlarda rast gəlinir. Çünki qadınların gündəlik həyatı ayaqlara daha çox yük verir. Hündür daban və sərt, dəstəksiz, nazik altıqlı ayaqqabılar geyinir. Hamiləlik zamanı çəkiləri artır. Çəki dəyişiklikləri vaxtaşırı dəyişir. Bundan başqa daban şporu uzun müddət ayaq üstə qalmaq bəzən də hormonal dəyişikliklərdə də yarana bilir. Daban şporu adətən səhər ilk addımlarda kəskin ağrı, dabanın altında iynə batma, yanma, uzun oturduqdan sonra ayağa qalxanda ağrı, ayaqyalın gəzəndə narahatlıq kimi əlamətlərlə hiss olunur. Müalicə olunmazsa ağrı xroniki ola bilər. Yeriş dəyişər, diz və bel ağrıları yarana bilər. Yəni daban şporu yalnız daban problemi deyil. Bu halda ən yaxşı çıxış yolu müalicədir. Düzgün diaqnoz və müalicə üçün elə indi 055 246 68 41 nömrəsinə gecikmədən zəng edin. Mərkəzimizdə Ramazanın gəlişinə özəl olaraq fizioterapiya və reabilitasiya tələb edən bütün xəstəliklərin müayinəsi, ödənişsiz müalicəsi 50% endirimli qiymətə həyata keçirilir.